Ukrayna ordusu Rusiya prezidentinin deməli iqamətgahına hücum etmək üçün uzaq mənzilli dronlardan istifadə edib. Deməli liderin köməkçisi, yəni Putin köməkçisi Yuri Ushakov bununla bağlı məlumat verib, qeyd edir ki, bu iqamətgah Novgorodda yerləşəndir və geniş miqyaslı uzun mənzilli dronlardan istifadə edərək terror hücumu təşkil edib Ukrayna tərəfi. Xarici İşlər naziri Sergey Lavrovun da münasibəti var bununla bağlı. Açıqlayıb ki, 91 PUA atılıb, göndərilib və onların hamısı havadaca zərərsizləşdirilib. 29 dekabr gecəsində baş verib bu və deməli Putin iqamətgahına hücumdan sonra Moskvanın cavab zərbəsinin artıq hədəfləri və vaxtı da müəyyən edilib. Yəni o mesajdan belə başa düşmək olar ki, artıq bu günlərdə biz bunun qarşılığını da görəcəyik. Zelenskinin də yeri gəlmişdən bir açıqlaması vardı ki, biz deməli Rusiya silahlı qüvvələrindən Ukraynanın hökumət binalarına, inzibati binalara hücumlar gözləyirik. Yəqin ki, Putin iqamətgahı vurulmaq istənilibsə, həqiqətən də bunun qarşılığında heç də kiçik cavab da olmayacaq yəqin ki, miqyası. Elə bu hücumlardan dərhal sonra Putin və Tramp arasında əvvəldən planlaşdırılan bir telefon danışığı baş tutdu. Elə həmin telefon danışığında da Putin deməli Trampa bu məsələ ilə bağlı məlumat verdi və qeyd elədi ki, bu deməli hərəkətlər Ukrayna tərəfdən atılan addımlar cavabsız qalmayacaq. Bunu Putinin özünün də dilindən, yəni biz eşitmiş olduq bu telefon danışığında. Tramp isə qeyd edir ki, Vladimir Putinin iqamətgahına dron hücumu Amerikanın Zelenski ilə işləməklə bağlı yanaşmasına təsir edəcək. Yəni onsuz da Trampdan Zelenskinin əslində arasında münasibətləri xoş deyildi və bir də Putinə qarşı belə bir şəxsi özünə qarşı belə bir hücum təşkil olunması Trampı bir qədər də hiddətləndirmiş ola bilər, yaxud da əlinə bir səbəb, bəhanə vermiş ola bilər deyə düşünürük. Tramp ondan başqa bilirsiniz nə deyir? Xoşbəxtlikdən Zelenskiyə Tomahawk raketlərini verməmişik. Yəni belə çıxır ki, onun istifadə etdiyi dronlardan deməli sənə vura bilməyiblər, amma biz Tomahawk'ı versəydik, o Tomahawk'ın qarşısına dayana bilməyəcəkdi siz. Həm özünün silahını reklam eləmiş olur, həm də Putinə deyir ki, ona da bir mesaj göstərmiş olur. Vaxtında düzgün siyasət yürütmüşük və verməmişik onu yaxşı ki. Bilirsiniz, Tomahawk silahları ilə bağlı bir xeyli get-gəli oldu Kiyev-Vaşinqton arasında. WhatsApp-la danışıblar yoxsa necə? Deməli, mesajlaşma Telegramdan baş tutmuşdu. Amma indi bu hansı forumda əgər deməli bunların telefon danışığı Putin deməli Tramp telefon danışığı üzə çıxarsa belə olacaq ki, üçüncü tərəf Ukraynadan olub. Yəqin ki. 5 ildən artıqdır ki, artıq Putin və Zelenski arasında telefon danışığı ümumiyyətlə hər hansı bir deməli təmas baş vermir, kontakt yoxdur, amma belə bir siqnal ötürülüb Ukrayna tərəfdən ki, bu danışıq baş tuta bilər. Əslində Peskov, yəni Kreml tərəfi bunu inkar etdi, təkzib etdi ki, belə bir məsələ yoxdur. Fox News yaymışdı məlumat əslində Ukrayna mənbələrdən istinadən və qeyd edirlər ki, əgər bu baş tutarsa Tramp üçün diplomatik qələbə deməkdir. Sonuncu dəfə 2020-ci ilin 26 iyulunda danışıblar Putinlə Zelenski telefon danışığı olub, müharibədən il yarım əvvəl təxminən. Onda da Ukraynanın daxili siyasi proseslər və s. bu kimi məsələlər danışılırdı. Onsuz da illərdir, artıq 2014-cü ildə Krımın ilhaqından sonra bu proseslər gedirdi və 2022-ci ilin 24 fevralında artıq tamamilə qırıldayıblar. Yalnız iki məsələ razılaşdırılmamış qalır 20 bəndlik sülh müqaviləsində. Bunu deməli daha əvvəl Donald Trump qeyd eləmişdi ki, bəzi məsələlər hələ ki razılaşdırılmayıb. Zelenski jurnalistlərə açıqlamasında bu məsələlərin nədən ibarət olduğunu detalları ilə açıqladı. Deməli qeyd eləyir ki, əslində sənəd təxminən 90% hazırdır. Deməli razılaşdırılmayan iki maddə hansıdır? Zaporojye AES-in atom elektrik stansiyasının necə fəaliyyət göstərəcəyi, yəni kimin idarəçiliyində olacağı, eləcə də ərazi məsələsi. Təhlükəsizlik təminatlarına gəldikdə isə hər şey 100% hazırdır. Minimum 15 illik deməli təhlükəsizlik təminatları istəyir Avropa, eləcə də Kiyev. Amma sonuncu deməli Zelenski Tramp görüşündə biz hardasa bu müddətin 40-50 ilə qədər artırıldığını eşitdik Zelenskinin dilindən, daha doğrusu bir istək olaraq. Amma ən az 15 illik təminatı artıq Vaşinqton tərəfi Kiyevə verməyi hədəfləyir. Baxaq mümkün olacaqmı bu? Deməli, Ukrayna qoşunlarını Donbasdan tamamilə çıxarmalıdır. Bunu da deməli Dmitri Peskov qeyd edir. Deməli, onun sözlərinə görə Ukrayna hərbi əməliyyatlara son qoymaq üçün qoşunlarını Donbasdan tamamilə kənarlaşdırmalıdır. Ukrayna qoşunlarının çıxarılması tələbinin Zaporojye və Xerson vilayətlərinə də aid olub-olmadığı sualı verilir Peskova. O isə qeyd edir ki, sülh planının konkret müddəalarını müzakirə etmək niyyətimiz yoxdur hələ. Belə bir açıqlama gəlir. Yəqin ki, dostlar, deməli Trump-Zelenski görüşünü
izlədiniz. Ötən gün həmkarımız Süleyman Həmidov da maraqlı deməli açıqlamaları qeyd eləmişdi oradan və sonradan belə bir xəbər çıxdı. Qeyd olunur ki, deməli Tramp Zelenskiyə deyir ki, əslində Putin Ukraynaya kömək eləmək istəyir. Deməli, Ukraynanın enerji təminatını yaxşılaşdırmaq istəyir, yenidən qurulmasına kömək edəcək Ukraynanın. Vurub, dağıtmaq, sonradan yerindən qurulmasına kömək etmək istəyi, nə qədər səmimi, nə qədər riyakarlıq və bundan başqa belə və bunu Trumpın dilindən deyilməsi. Artıq bilirsiniz, bu bəzi məsələlər təbii ki, geniş auditoriyanın qarşısında danışılacaq məsələlər olmur. Həmin auditoriyanın üzvləri də öz-özlüyündə başa düşür, artıq analiz eləyir və bunun üçün geniş siyasi biliklərə malik olmaq da lazım deyil. Trumpın bugün tutduğu yol Ukrayna münaqişəsində Trump tərəfdən çıxış, Putin tərəfdən çıxış etməsi bu bəzi siqnallar ötürür artıq. Mən bir şey maraqlı gəlir. İndi təbii ki, mən öz çapımda çox elə siyasətlə dərindən maraqlanan biri deyiləm. Amma mənim ümumiyyətlə yadıma gəlmir. Bəlkə tarixdə nə vaxtsa olub da. İndi ağlım kəsəndən hansısa dövrdə bir Amerika Birləşmiş Ştatları prezidenti ilə bir Rusiya prezidentinin bu qədər yaxın olmaqları. Ən azından siyasi məsələlərdə xüsusilə də təbii ki, bu qədər bir-birlərini tərifləməkləri, bu qədər ünsiyyətli olmaqları mən xatırlamıram. Mən Clintonu da xatırlayıram, Boris Yeltsini da xatırlayıram, George Bush'u da xatırlayıram ki, onsuz da artıq Putin də, Vladimir Putin də uzun illərdir Rusiya prezidentidir. Yəni, mən bu qədər yaxın münasibət ilk dəfədir. Bidendən onsuz da hətta məsələlər var. Mən çox yaxşı xatırlayıram bir müsahibənin küçə müsahibəsi idi. O, Vladimir Putinə bir müxbir yaxınlaşır ki, o sizi filan adlandırıb. Hansı ki, Biden onu təhqir eləmişdi, Vladimir Putini. O, müxbirin iddiası idi bu təbii ki. Və o da cavab vermişdi. Yəni, mən bu qədər, yəni həmişə onların aralarında bir şey olub, gərginlik olub müəyyən müstəvidə. Bu qədər yaxın olmaqları həqiqətən mən ilk dəfədir görürəm və heç ağlıma gəlməzdi nə vaxtsa belə bir şey görəm. Həqiqətən maraqlıdır. Ümumiyyətlə, dünyanın iki güclü dövləti arasında belə bir yaxınlaşma qoyaq da bunun adını və Ukrayna tərəfə qarşı belə bir siyasət yürütmək bugün sanki dünya iki hissəyə ayrılıb, Qərb Ukraynanın daxilində və bir də iki güc dövlət. Bəli. Belə bir mənzərə var ortada. Amma Firuz, deməli, bu günlərdə elə George Bush'la Putin arasında 2001-ci ildə Amerikada baş tutmuş bir diyaloq da açıqlandı. Artıq şifrə üzərindən götürüldü həmin sənədin dialoqun və orada da maraqlı məsələlər vardı əslində. Necə deyək adını, dünyanın bölüşdürülməsi mi deyək, keçmiş SSR-nin ittifaqının bərpası yönündəki arzular, xəyallar mı deyək və s. Təbii ki, orada bir xeyli məsələ danışılıb və qeyd edildiyin kimi, amma Trump-Putin yaxınlığı qədər tarixdə bəlkə də Vaşinqton-Moskva biz isinişməsi görməmişik. Görə dünya üçün bu nə olacaq? Hər halda axarda görəcəyik də. Əlbəttə. Bu dediyin danışığın da biraz mən bir şey də xatırladım ki, bu 11 sentyabr hadisələri olanda, baş verəndə Amerika Birləşmiş Ştatlarında ilk reaksiya verən, baş sağlığı verən və terroru lənətləyən ölkələrdən biri də Rusiya idi. Mən çox yaxşı xatırlayıram və bu Amerika Birləşmiş Ştatları tərəfindən də çox müsbət qarşılanmışdı və onlar da belə deyək, Çeçenistan məsələsində Rusiyaya belə deyək, ərazi bütövlüyünə hörmətlə yanaşdıqlarını bildirdilər falan. İndi bir il sonra da yəqin yenə aralarında indi sənin dediyin o artıq deşifr olmuş danışıqlar da baş tutub. Münasibətlərin biraz o vaxtda da biraz isinişmişdi belə deyək münasibətlər. Siyasət tamamilə fərqlidir. 2 gündən sonra keçəcəyimiz növbəti ildə nələr baş verəcək artıq bilmirik olur. Bəli. Deməli, qonşuluğumuzla bağlı, yəni İranla bağlı müəyyən məsələlər var. Trump həm də bu regionda belə deyim, özünün hakimliyini göstərmək istəyir təbii ki, İran mövzusunda. Deməli, Tehran nüvə proqramını bərpa etməyə cəhd edərsə, Amerika Birləşmiş Ştatları İrana zərbə endirməyə hazırdır deyir. Deməli, baş nazir Benyamin Netanyahu, İsrail hökumətinin rəhbəri Vaşinqtonda idi. Deməli, aralarında telefon danışıqları oldu, üzbəüz danışıqlar oldu, daha doğrusu əvvəldən planlaşdırılan görüşlərdən idi təbii ki, bu da. Və Trump orada qeyd elədi ki, eşidirəm, İran yeni nüvə arsenalını qurmağa çalışır və əgər belədirsə, biz onları dayandırmalı olacağıq, biz onları məğlub edəcəyik, amma ümid edirəm ki, buna ehtiyac qalmayacaq deyə Trump vurğulayıb və diplomatik həll yoluna üstünlük verəcəyinin siqnalını ötürüb. Eşidirəm ki, İran razılaşmaq istəyir. Əgər onlar razılaşmaq istəyirlərsə, bu daha ağıllı yanaşmadır deyir Ağ Ev rəhbəri.
Netanyahu ilə söhbətə təbii ki, həm də Qəzza məsələsi gündəmdə idi. Əsas məsələlərdən biri bu idi. Həmas tamamilə tərk silah edilməlidir və yalnız bundan sonra Qəzza zolağından normallaşma prosesi sürətlə davam edə bilər, deyir deməli Trump Netanyahu görüşündə Ağ Ev rəhbəri. Bundan başqa deməli Qəzzada Türkiyə qoşunlarının yerləşdirilməsi məsələsi də var ki, burada da deməli Trumpdan bir gözlənti vardı. Onun ağzından nə çıxacağı gözlənilirdi və qeyd elədi ki, əgər İsrail tərəfi üçün problem yoxdursa, yəni onlar bunu məqbul hesab edərlərsə, mənim üçün normaldır Türkiyə qoşunlarının, Türk əsgərinin Qəzzada yerləşdirilməsi sülh məramlı kontingentin tərkibində. Amma hər halda Təl Əvivdən də biz türk əsgərinə hə deyəcəyini gözləmirik. Düzdür, siyasətdə hər şey olur, amma bu qədəri olarmı bilmirəm yəni. Bəli, amma Trump sanki özünü sığortalayır, Ərdoğanla münasibətlərdə birisi onu dostum adlandırmışdı, yaxın münasibətdə olduqlarını, bir-birini dinlədiklərini demişdi. Belə bir vəziyyətə deyir, əsgərini göndərməyə mən yox demirəm, amma Təl Əviv hə deməlidir. Bu da bir siyasətdir. Bu da bir siyasətdir, bəli. İsraillə bağlı apardığı siyasətin nəticəsi budur ki, İsrail deməli 80 ildə heç bir qeyri-İsrailliyə vermədikləri bir mükafatı deməli Trumpa vermək istəyirlər. Burada söhbət İsrail mükafatından gedir elə. Adı belədir deməli mükafatın. Ən nüfuzlu şəxslərə verilir, yalnız İsraildən olanlara verilib indiyə qədər və Netanyahu Floridada Trumpla görüşündən sonra qeyd elədi ki, Prezident Trump bir çox konvensiyanı pozdu və bu bir çox insanın təəccübünə səbəb oldu və sonradan onun haqlı olduğunu etiraf etdilər. Biz də düşünürük ki, hər hansı bir konvensiyanı pozaq və ya yenisini yaradaq. Bu qərara gəlmişik. Bu da təxminən deməli dediyimiz kimi 80 ildir ki, heç vaxt qeyri-İsrailliyə verilməyən bir mükafat, İsrail mükafatını ona vermək istəyirik. Bəli, ilk eləyəcəklər bu il bu mükafatı Prezident Trumpa vermək niyyətindəyik. Belə. Bizim də dostlar bu ilə çatdıracaqlarımız bu. Sonda istənilən halda mükafat xəbəri nisbətən pozitiv notlarla biz də yekunlaşdırırıq. Çalışdı Nəriman bunun üçün. Sizə pozitiv notlarla ötürüm. Təşəkkür edirik. Çox sağ ol Nəriman, təşəkkür edirik. Gələn il görüşərik. Görüşərik. Uğurlar. Sağ olun.